Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı filosof yazıçımız Əlisə İncatdır. Əlisə bəylə bir sıra məsələlərdən, tarixi şəxsiyyətlərdən danışmışıq. İndi söhbəti çox uzatmadan sözü elə sənətkarın özünə verirəm. Bizi izləməyi, sona qədər verilişimizə baxmağı unutmayın. Əlisə müəllim, xoş gördük. Çox sağ ol, var ol. Əlisə müəllim, siz dəfələrlə Səməd Vurğun haqqında tənqidi fikirlər səsləndirmisiniz. Onun şəxsiyyət kimi, sənətkar kimi müsbət və mənfi keyfiyyətlərini özünüzə məxsus şəkildə xarakterizə eləmisiniz. Və son dəfə Səməd Vurğunla bağlı fikirlər səsləndirəndə Yazıçılar Birliyinin sədri Anar sizin haqqınızda müəyyən ifadələr işlətdi və bildirdi ki, Əlisə İncat Səməd Vurğun haqqında tənqidi fikirlər səsləndirə bilməz. Amma biz bilirik ki, Əlisə İncatla onun atası Rəsul Rza arasında da müəyyən konfliktlər olub, soyuq münasibətlər olub. Siz necə düşünürsünüz? Siz Səməd Vurğun haqqında fikir bildirə bilməzsiniz. Anar bildirə bilərmi? Anar indi özün buna səlahiyyətli sayır. Çünki Yazıçılar Birliyinin sədri kimi özünü ən yüksəkdə görüb hökm verməyi özünə layiq bilir. Mənim Səməd Vurğun haqqında həmin fikirlərim, mən Səməd Vurğun demişəm, əleyhinə deyirəm, Səməd Vurğun ilhamlı şairidir, yaxşı şeyləri də var. Ümumiyyətlə onun yaradıcılığında o dövrün məhsulu olan, təsiri olan bir çox hadisələr baş verib ki, onu da qeyd eləmişəm ki, belə həm 37-38-də tutulan Azərbaycan şair yazıçıları haqqında Səməd Vurğunun mənfi fikirlərin, mən nə sanlıyam, nə də cavadam, onlara düşmənəm, onlara yadam. Da bu kişi açıq-aşkar yazıb ki, İndi xəbər vermə oxucuma mən o millət rəhbəri Rəsulzadədən toplamış məscidə müsəlmanları, yağlı vədələrə tutub onları, deyir Türkiyəni çağıraq kömək, bizə kömək olsun qılış çəkərək. Bunu da Səməd Vurğun deyir. Hə də doğrudur. Yəni bu barədə eldə bir dəfə deyil, bir neçə dəfə yazıb Səməd Vurğun. Mən də bu barədə danışmışdım. İndi Anar özüm bilmirəm nə sanır, Səməd Vurğunun vəkili hesab eləyir, ya ona səlahiyyətli hesab edir. Mənim haqqımda bir çox ifadələr işlədib. Mən onun haqqında heç bir mənfi ifadə işlətməmişəm çıxışlarımda. Hətta müəyyən məsələlərdə hətta ona təşəkkür də eləmişəm. İndi Anar özüm buna səlahiyyətli hesab edir. Və ona görə mən də məcbur olub bir faktı həm Anarın yadına, həm də dinləyicilərin yadına salmaq istədim bir faktı. Olmuş bir əhvalatı. Bu da SSR Yazıçılar İttifaqının qurultayı barədədir. Bu qurultay uzun zaman müharibəyə görə çağırılmırdı. Deyəsən 54-cü ildə dəqiq yadımdadır. Bəli. 54-cü ildə nəhayət çağırıldı və bu qurultayda son, yəni 54-cü ilə qədər 30-cu illərdən 54-ə qədər yaradıcı Sovet poeziyası haqqında məruzə Səməd Vurğuna tapşırıldı. Bu böyük hadisə idi. Ədəbiyyatda Azərbaycan ədəbiyyatı üçün çox böyük bir hörmət və nailiyyət idi. Orada bütün Sovet şairləri, xaricdən gəlmiş bütün böyük sənətkarlar hamısı iştirak edirdi. O cümlədən hətta Jean-Paul Sartre da kimi Fransız dahisi o da gəlib iştirak edirdi. Və bu həmin qurultayda Səməd Vurğun ümumi Sovet poeziyası haqqında məruzə etdi. Bu məruzədə son 20 ildə Sovet poeziyasının nailiyyətlərindən danışdı. Hamısı, bütün respublikaların nümayəndələrinə toxundu. Hamısını təriflədi, müsbət fikirlər söylədi. Və axırda belə bir
çıkışında böyle bir söz dedi ki, bütün Sovet poeziyasında aynı zamanda menfi hadiseler de baş verir. Menfi faktlar da baş verir. O buna sübut olarak Azərbaycan şairi Rəsul Rızanın yaradığını misal gətirdi. Səmərruğun. Anarın atasını. Misal, bəli, orada təsəvvür edin ki, Rəsul Rıza da orada oturub, Nigar xanım da orada oturub. İndi o vaxt cavan olan anar da oturub orada qulaq asırlar. Və neçə min bütün Sovet dünya ədəbiyyatçıları içində hamı qulaq asır. Səmərruğun dedi ki, bu mənfi hadisə ondan ibarətdir ki, Azərbaycan şairi Rəsul Rıza yaradığında Mayakovskinin təsiri böyükdür və onun əsərlərinin bir çoxu demək olar ki, deyəsən dedi ki, hətta bütün yaradıcılığı Mayakovskinin təqlidindən ibarətdir. Təqlid. Yəni müstəqil Rəsul Rıza heç nə yazanmayıb, hamısı Mayakovskinin təqlidi. Oxşatmalarıdır. Təqlididir. Mən ona görə Anarın ki, dedi ki, mənim haqqımda dedi ki, Əlisən İzzət Səmərruğun haqqında belə fikirlər söyləməyə haqqı yoxdur. Çünki Səmərruğun həddindən çox nəhəngdir. Bəli, mən də Anardan razıyam. Doğrudan da həddindən çox Səmərruğun nəhəng olub ki, eyni zamanda deməli onun Rəsul Rıza haqqında da onun yaradıcılığını Mayakovskinin təqlidindən ibarət olması haqqında fikirlərinə də Anar yəqin ki, razılaşar. Çünki o bir yandan deyirsən ki, bu Səmərruğun dahidir, böyük mütəfəkkirdir. Bir yandan da onun qurultayda dediyi fikrin əleyhinə çıxmaq olmaz axı. Deməli, Anar da təsdiq edir ki, Rəsul Rıza şair kimi çox zəif demək olar ki, heç nədir. Belə çıxır Anarın dediyindən. Mən ona görə bunu Anarın yadına salıb demək istədim ki, mən də onun fikri ilə razıyam ki, Səmərruğun nə deyilsə düz deyil və yaxşı deyil. Əlisən müəllim, bir sual da verəcəm, qısa cavab istəyirəm. Sizcə Anar bu vaxta qədər ki, 88 yaşına qədər yazdıqları ilə Azərbaycan ədəbiyyat tarixində qalacaqmı? Yoxsa zəif yazıçıdır? Yox, Anar düzün deyim, pis yazıcı deyil. Yazıcı deyil. Mən də o cavanlığında da, keçmişdə indi oxuya bilmirəm. Keçmişdə onun əsərlərin, hekayə və povestlərini maraqla oxumuşum. Ona görə Anar yazıcı kimi mən bəyənirdim. Böyük yazıcı deyil, görkəmli Azərbaycan yazıçılarından biridir. Biri hesab edilir. Heç özü də özünün o qədər dünya səviyyəli yazıçı olmadığını dilə gətirib bir neçə müsahibəsində. Necə? Özü də bir neçə müsahibəsində dünya səviyyəli yazıçı olmadığını dilə gətirib. Bəli, özü də çox doğru olaraq dilə gətirib. Ümumiyyətlə, Anar bilmirəm niyə məni göz altına alıb, yəqin ki, bilmirəm niyə, ümumiyyətlə, nəyə görəsə mənim haqqımda mənfi fikirlər deməyə çalışır və bundan məmnun olur. Səbəbini bilmirəm. Çünki mənim haqqımda internetdə həddindən çox yazılar gedib, yüzlərlə, bəlkə də yüzlərlə yox, 300, 400, 500 ədəbiyyat maraqlanan, oxucu, məşhur yazıçılar, şairlər, hər cür elmi işçilər fikirlər söyləyiblər. Mənim çoxlu müsahibələrimdən sonra mənim haqqımda fikirlər söyləyiblər. O fikirlərin içində də böyük epitetlər var. Vallahi mən deməyə utanıram. İndi çoxu deyir, Əlisən İzzət bağışlayın da bir də üzr istəyirəm. Dahi insandır, dahi yazıcıdır, dahi mütəfəkkirdir. Belə fikirlər söyləyirlər. Bir nəfər yox, iki nəfər yox, yüzlərlə adam. Bəli.
Bəli, yüzlərlə dinləyici, özdə onların yazdıqlarından görünür ki, yüksək savadlı, yüksək keyfiyyətli, yüksək vicdanlı adamlardır. Ha, bu onların xoşuna gəlməsin də. Ona görə deyib ki, mən qadağan edirəm kiminsə haqqında xüsusilə yəqin ki, məni nəzərdə tutub. Hətta deyir, mən dahi deyirəm. Yəni, mən dahi deyirəmsə, başqası dahi olamaz. Heç kim dahi olamaz. Onların fikirləri də deyir də, hərənin fikir söyləməyə haqqı var, mən ona qadağan eləyə bilmərəm falan. Təbii. Belə, təşəkkürlər fikirlərinizə görə. Minnətdaram sizə Əlsa bəy. Çox sağ olun. Sağ olun, Var sağ olun. olun. Belə hörmətli tamaşaçılar, dahi yazıçımız, filosof Əli Səncadla daha bir verilişin sonuna gəldik. Bizi izləməyi, kanalımıza abunə olmağı, verilişimizi bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.